İlham Əliyev yoxsa Nikol Paşinyan? Sıravi insanlarla ünsiyyətə daha çox kim açıqdır? Azərbaycan prezidentinin adi vətəndaşlarla görüşünü əks etdirən videolar tez-tez yayılır. Xüsusən də Qarabağa səfərlərindən. 44 günə şoka saldı dünyanı, dəmir yumruqla aldı Şuşanı. Ermənistanın baş naziri Nikol Paşinyanın da adi insanlarla videolar yayılır. Bildirilir ki, o seçki kampaniyası vaxtı hətta təsadüfi adamların da qapılarını döyür. Onun üzünə xoş baxmayanlar dükanından qovanlar da olur. Ötən həftənin sonu isə Paşinyan metroda Qarabağ ermənisi ilə polemikaya girib. Bəs bu iki nümunədə əsas fərq nədir? Hakimiyyətlərin idarə edilməsi şəkli belə ünsiyyət formalarında necə əksini tapır? Politoloq Əhməd Əlili düşünür ki, 2-ci Qarabağ müharibəsindən sonra Prezident Əliyevin bir obrazı yaranıb və bu ona xalq kütlələri ilə ünsiyyəti asanlaşdırmağa kömək eləyir. Həmçinin məsələnin təhlükəsizlik tərəfləri olduğunu da bildirir. Paşinyanın hansısa coffee shopdan və hansısa mağazadan girməsinə mane olublarsa, qadağa olmayıblarsa, Azərbaycan prezidenti ilə bağlı bu belə niyə olmayıb? Bu insanlarla səmimiliyin göstəricisidir bölümdə. Ona cavab vermək olar ki, Azərbaycan prezidenti, xüsusən də Azərbaycanda təhlükəsizlik məsələləri elə formalar ki, o məqamlar belə deyim, bir qədər təhlükəsizlik kordonunun arxasında qalır. Ermənistanda isə Nikol Paşinyan üçün hər hansısa bir özünün hiss etmədiyi təhdid yoxdur. Ona görə də o müəyyən qədərlə o formada davrana bilir və onun da nəticələrini meydana çıxır. Amma Azərbaycanda biz görürük ki, Naxçıvana hücum oldu. Keçmiş diplomat Nahid Cəfərovsa düşünür ki, Nikol Paşinyan İlham Əliyevdən fərqli olaraq legitim rəhbərdir və onun hakimiyyətinin mənbəyi xalqdır. Ona görə də xalqın içərisində rahatlıqla dolaşa bilir. Amma Əliyevlə bağlı məsələ fərqlidir. Həmin bu görüşlər zamanı olan bütün insanların hamısı müəyyən filtrdən keçir. Yəni onlar hər kəs bilir ki, ora çıxan kim olacaq, İlham Əliyevin qabağında çıxan kim olacaq və hər kəs qabaqcadan bilir ki, ona hansı suallar veriləcək. Hətta bəzən mən deyərdim ki, tekstləri belə əzbərlətdirirlər o insanlara ki, hansı nüanslara diqqət yetirsinlər. Yəni ona görə bunlar arasında yerlə göy qədəri fərq var. Biri şoudur, İlham Əliyev şou yaradır. Bu əslində Paşinyanın ortaya qoyduğu bir tendensiyadan doğaraq İlham Əliyev də bu cür etmək məcburiyyətində qalır. Nahid Cəfərov düşünür ki, bugün İlham Əliyev üçün əsas problem məhz Paşinyanın ondan fərqli olaraq demokrat olmasıdır və bu İlham Əliyevin cəmiyyət arasında insanlarla davranışına təsir eləyir. Ermənistanda seçkilər bu ilin yayında keçiriləcək.